Sosial şəbəkə hesablarında Bakı metropolitenində ilk dəfə olaraq tələbə kartları ilə təmassız ödəniş sistemi test rejimində istifadəyə verilməsi ilə bağlı xəbər paylaşılıb. Bakı metropolitenindən bildirilib ki, Bakı metropolitenində ilk dəfə olaraq sərnişinlərin gediş haqqını bank kartları ilə təmassız şəkildə ödəmək sistemi test rejimində istifadəyə verilib. Hazırda layihə Bakı Kart və Bakı metropoliteni tərəfindən pilot versiyada həyata keçirilir və ilkin mərhələdə sınaq prosesi Kapital Banka məxsus tələbə kartları üzərindən aparılır. Yeni layihəni sınaqdan keçirmək imkanı Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinə verilərək bunları nəzərə çatdırıb. Pilot mərhələdə hər hansı texniki problem yaranarsa, digər ödəniş üsullarından istifadə edin. Balansı olmayan kartlardan istifadə zamanı kart bloklana bilər. Buna görə də yalnız balanslı kartlardan istifadə etməyiniz tövsiyə olunur.